Əbu Zər radiyallahu anh Peyğəmbərimiz deyir ki, ey Əbu Zər, şorba pişirdiyin zaman, Əbu Zər radiyallahu anh kasıb olub. Şorba pişirdiyin zaman suyun bir çox qoy, qonşuya infak et, yəni ondan bir kasa da qonşuya ver. Yəni heç kəsi kasıb görmür Allah Rəsulü. 2 xurman varsa bilin, verdiyin zaman ən çox verən olursan. Adam bir meşruq gətirib, amma 10 meşruqdan bir meşruq gətirib. Sən amma 2 xurmadan birini versən, malın yarısını versən yəni. Zahirdə bir meşruq gətirən çox gətirib, amma həqiqətdə bir xurma verən çox vermiş olur. Və yaxud da bir ovuç qazanıb, axşama qədər içdiyi bir ovuç xurma qazanıb. Səhabı onun bir xamçasını, yəni yarısını gətirib qoyur. Münafiqlər də dillərinə doluyur. O meşruqdan gətirən nəyə deyir ki, riya üçün elədir. O birisi deyir ki, bir ovuc xurmaya ehtiyacım var Allah'ın. Allah Teala ayət kərimdə deyir ki, yəni elə deyil. Siz pis fikirləşməyin. O bir xamça verən, bir xamça 1 milyon keçdi. 1 manat 1 milyonu keçdi. Adam 2 manatı var, 1 manat.